Ölkəmizdə digər turizm növləri kimi çimərlik turizminin inkişafı üçün böyük potensial var. Ötən ildən başlayaraq Respublikamızda turist axınının artması bu istiqamətdə daha çox işlər görülməsinin vacibliyini ortaya qoydu. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün tədbirlər planı təsdiq edildi. Artıq bununla bağlı yerlərdə işlərə başlanılıb və çimərliklərin yaradılacağı rayonlardan biri də Lənkərandır. Hazırda müvafiq sənədləşmə işləri aparılır, amma buna baxmayaraq artıq müəyyən olmuş ərazilərdə hazırlıq işləri tamamlanmaq üzrədir. Yəni ərazilər təmizlənmiş və yəni ilkin avadanlıqlarla təmin olunmuşdur. İlqar Əzimov ARB-yə müsahibəsində bildirdi ki, çimərlik turizmi sahəsində böyük təcrübəyə və imkanlara malik qonşu Türkiyə Respublikasından rayona mütəxəssislər də dəvət olunub. Rayonda çimərliklərin yaradılması üçün geniş ərazi və əlverişli şəraitin olduğunu nəzərə alsaq, tez bir zamanda Lənkəranın çimərlik turizmi ilə daha da məşhurlaşacağını söyləmək mümkündür. Spesialno приехали в Ленкоран для того, чтобы Xüsusi olaraq Xəzər dənizi və qara qumunuza görə bura gəlmişəm. Ən son 40 il bundan öncə buradaydım. Yenidən gəlməyimə çox sevinirəm. Bizdə qara dəniz ətrafında yalnız ağ qum var. Amma sizin ekoloji cəhətdən təmiz, minerallarla zəngin möcüzəvi dəniziniz var. Yeni salınacaq çimərliklərdə infrastrukturun yaradılması və təkmilləşdirilməsi üçün işlərə başlanılıb. Çimərlik ərazisində həmçinin uşaq əyləncə mərkəzlərinin çimərlik voleybolu üçün xüsusi sahələrin yaradılacağı da gözlənilir. Bu addım nəinki daxili turizmin, hətta xaricdən gələn turist sayının artmasına xidmət edəcək. Tədbirlər planının icrası çərçivəsində bu il Cənub bölgəsində Lənkəranla yanaşı Astara rayonunda da 2 çimərliyin yaradılması planlaşdırılır. Aygün Əliyeva, Elşən Əhmədov, Lənkəran.